Что показалось эстонской писательнице в Baku экзотичным и романтичным? Sualımız dinləmə mətnimizə aiddir. Dinləmə mətnimizdə Azərbaycanlı müxbirin Eston yazıcısı ilə söhbəti verilmişdir. Eston yazıcısı Azərbaycana ilk dəfə 2002-ci ildə gəldiyi haqqında və o zamanlar Azərbaycanın dövlət tarix arxivində olan Eston dilindəki məlumatlara və yaxud sənədlərə olan marağı haqqında məlumat verir. Həmçinin Azərbaycana gəldikdən sonra Azərbaycanın insanları, mətbəxi, yəni iqlimindən çox böyük etkiləndiyini, çox böyük bir təəssürat buraxdığı haqqında məlumat verir və sualımıza uyğun olaraq Что показалось эстонской писательнице Baku экзотичным и романтичным? Eston yazıcısına Bakıda egzotik və romantik görünən nə oldu sualına uyğun olaraq, конечно же, старые дворики и кварталы içəri şəhər, которые казались мне экзотичными и романтичными. Təbii ki, deyir, içəri şəhərin köhnə həyətləri və dalanları yazıcıya çox egzotik və romantik görünmüşdür.